Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda 3 dənə bax belə bir 2 mərtəbə qarajlı həyət evləri satışdadır. Evlərin qiymətləri də fərqlidir. Sənədlər tam qaydasındadır. Yol göründüyü kimi bax belə bir geniş bir yolu var. Evlərdən deməli bu 2 dənə ev 105 min manata, digəri isə 6 obyektli olduğuna görə 125 min manata deyilir. Qeyd etdiyim kimi sənədlər də tam qaydasındadır. Bir daha yolu göstereyim ve böyle bir geniş yolu var. Bu evlerden yalnız birini çekip göstereceğim. Yani bu ikisi eyni ev olduğuna göre bak birini çekeceğim. Evet, bir de o üçüncü evi de 125 min evi de çekip göstereceğim. Buralar size hal-hazırda 105 min manata qeyd etdim. Evində torpanda sənədləri var. Ev demək olar ki 5 otaqdan ibarətdir. Mərtəbə arası monolit beton gedir. Baxın, bax belə bir həyəti, həyətinə göründüyü kimi bax belə bir gözəl bir daş döşənibdir. Çox gözəl zövqlə təmir olunub, keyfiyyətli tikilisi var. Bura qarajı və qarajdan da əlavə bax 2 otaq var ki, əlavə bax belə bir burada belə bir otaqlar yerləşir. Bir bu hissədə yerləşir və bir otaq da bax burada yerləşir. İsitmə sistemi kombi sistemidir. Göründüyü kimi bu otaqda da kombi içində yer xətti çəkilibdir. Və buradan isə evin arxasında bax belə bir yer saxlanıb ki, kombi aparat üstündə yeri burada hazırdır. Burada da trap xətti çəkilib, yerinə beton döşənibdir. Evin arxa hissəsində göründüyü kimi və yanları da hamısı mala vurulub və fasad emulsiyada vurulub. Həyəti ilə, qarajı ilə və əlavə 2 otaqla tanış olduq və bir də onu qeyd edim ki, həyətində də görünür ki, trap xətti çəkilib, kanalizasiya sistemi mərkəzidir, kommunal xətlərin hər biri çəkilib. Bax burada da su xətti də çəkilibdir həyətinə. Bura isə bir otaqda bax burada kombi aparat üçün yeri buradaymış. Kombi aparatın yeri burada saxlanılır və burada da həyətdə bax belə bir göründüyü kimi hamam otağı da düzəldilib. Kombi aparatın yeri buradadır. Əvvəlki yer isə mən səhv demişdim. Çox gözəl kombi otağı da qoyulubdur. Tam hazır və çox gözəl təmir olunubdur. Çox gözəl, hər bir şey çox gözəl düşünülübdür. Enli pəncərəsi var. Göründüyü kimi bax belə bir balkon yeri buraxılıb həyətin bu hissəsində. Bax bura mətbəxdir. Mətbəxdən birbaşa bura çıxışı var ki, elə yayda da oturub burada bir çay içmək olar. Evə daxil olduqda dəhliz metlaq döşənib. Bura mətbəxidir. Mətbəxi də metlaq döşənibdir və isti poldur. Buradan sizə qeyd etdiyim kimi bax göründüyü kimi balkonun da balkona çıxışı var mətbəxdən. Bura zal otağıdır. Belə bir geniş zal otağı. Çox gözəl zövqlə təmir olunub. Kondisioner üçün işıq xətti çəkilib. Bax belə bir stent yığılıbdır. TV üçün işıq xətti çəkilib. Yəni bu evdə hər bir şey düşünülüb. Onu qeyd edim. Qoşadaşla tikilibdir. Tam keyfiyyətli tikilisi var. Çox gözəl də göründüyü kimi zövqlə təmir olunubdur. TV üçün işıq xətti burada da çəkilib. Və bura isə üçüncü bir otağı. Tam təmirli bir otaqlardır. Çox gözəl. Bura isə hamam otağı. Metlaq kafelli. Qeyd etdiyim kimi sənədlər tam qaydasındadır. 2 ev. Yəni bunlar yanaşı olan evlərin qiymətləri 105 min manat deyilir. Real alıcıya endirim olunacaqdır. Yəni başlanğıc qiymətlərdir. İpoteka ilə də bu evi asanlıqla əldə etmək olar.